Yaxşı məclis üçün adama nə lazımdır? Pul, yaxşı dostlar, yoxsa yaxşı restoran? Siz kommentdə bu suala cavab yazın. Mən isə sizə Şuşa qalasında başımıza gələnlərdən danışım. Mənə əslində bir neçə nəfər yazmışdı ki, bir dəfə ora gedin, görün necə yerdir. Dostlarla birgə getdik və tərifli yeməklərindən sifariş elədik. Soyuq qəlyanaltıları demək olar ki, standart. Amma adamın üstə Allah var. Süzmələri çox möhtəşəm idi. Əvvəlcə süfrəyə zirincili matça gəldi və gəlməsi ilə bitməsi bir oldu. Yəni dadı göz önündə. Həm də çox acmışdıq deyə gözümüzə təpdik. Hətta dostlarımızın o qədər xoşuna gəldi ki, sümüyü son tikəsinə qədər məhv etdilər. Sonra məclisə hisə verilmiş dana və döymə gəldi. Mənə görə hər ikisi buranın şah əsəridir. Mən bu qədər restoranlar çəkirəm. Elə dadı mən görməmişəm, vallah deyirəm. Bir dana əti maksimum bu qədər yumşaq və dadlı ola bilər də, yəni bundan o tərəfi yoxdur. Eyni sözlər döymələrinə də aiddir. Haqqını vermək lazımdır. Bir dənəsini lavaş arasına qoyub, üzərinə də süzmədən əlavə eləyirsən və ortaya çıxan dad var, həyatın bir anı. Bura döymənin pasportudur. Bu başqa söhbətdir. Elə bir rayondayım, Allah. Hə, bu arada bunun lülə deyil, döymə olduğunu canlı olaraq da izlədim. Ümumiyyətlə burada ət məsələsinə çox həssas yanaşılır. Hər şey göz önündə. Hətta kəsilən quzular belə məkanın özünə məxsusdur. Uşaqlar dedi ki, bura gəlmişkən gəlin qırçın kababın və taxtayçı deyilən yeməyin də dadına baxaq. Hər ikisi yaxşı idi, amma mən daha çox taxtayçını fərqləndirərdim. Deməli bu qaymaqlı, pendirli, can əti ilə bol Şuşa qalasına məxsus bir təyandı və həqiqətən də dadlı idi. Kabinetlərində depozit olmur, içkiyə görə əlavə pul almırlar. Üstəlik axşamlar da canlı ifalar olur. Restoran Mikayıl Əliyev 63 ünvanında yerləşir və sonda gələn hesab açığı qanımızı qaraltmadı. 5 nəfər üçün məncə normaldır, amma yenə də söz sizdə. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.